Salam, mən Göyçay rayon Podu kənd Başmanov adına tam orta ümumi təhsil məktəbinin 6B sinif şagirdi Qasımova Ayan Kitablarla İnkişaf Edə layihəsinin üzvüyəm. Bugün sizlərlə zamanəmizin qəhrəmanı kitab haqqında məlumat verəcəm. Bu kitabın müəllifi Mixail Lermontovdur. Baş obraz isə Aleksandr Petrovichdir. Bu kitabda Aleksandr Petrovich ilə Kazbek düşmən idi. Onlar tez-tez döyüşürdülər. Bir gün Aleksandr Petrovich Kazbekdə bir dərs vermək istədi və Kazbekin qızını, yəni Belanı öz evinə gətirdi və saxlamağa başladı. Kazbek Aleksandr Petrovichdən şübhələndi, ancaq ona yaxınlaşa bilmədi. Bir gün Aleksandr Petrovich atasının ölüm xəbərini eşidib başqa bir yerə getdi və Bela ağlaya-ağlaya Petrovichdən soruşdu. Aleksandr Petrovich haradadır? Petrovich cavab verdi. Ova gedib, bu gün mü gedib? Xeyr, dünən gedib. Bela yenə ağlamaya başladı. Bela Petrovichdən soruşdu. Mən Aleksandr Petrovichin kərəsi deyiləm, mən bəy qızıyam. Mən öz atamın evinə getmək istəyirəm, demişdi ki, qapıdan Aleksandr Petrovich daxil oldu və Bela sevinə-sevinə gülümsəməyə başladı. Və Aleksandr Petrovich Beladan soruşdu. Sən atana çox istəmirsən, sən atana xifətini eləyirsən. Bela cavab verdi. Mən atamın xifətini eləmirəm. Mənim heç kəsim yoxdur. Bu kitab həqiqətən də gözəl kitabdır. Bu kitab mənim nitqimi yaxşılaşdırdı. Kitablar ən yaxşı mənbəyi olan informasiya və biliklərdir. Kitab oxuyarkən yeni şeylər öyrənərək siz özünüzü informasiya və bilik baxımından zənginləşdirə bilərsiniz. Başqa sözlər, kitab boş vaxtı öldürmək yox, ölmüş zamanı diriltmək üçündür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Bir insan kitab oxumadan maariflənə və yüksək dəyərlərə sahib ola bilməz. Oxuyaq ki, faydalı olaq, kitablara inkişaf edək.